yaşlarda görülən Alzheimer xəstəliyinə qədər geniş spektri daxil etmək olar. Digər tərəfdən 4-cü mexanizm vagus siniridir. Vagus siniri ümumiyyətlə insan orqanizmində çox önəmli olan sinirlərdən biridir və xüsusilə də həzm funksiyasında böyük rolu var. Eyni zamanda ürəkdə də böyük rolu var və güman olunur ki, bağırsaqlarda həll olan bakteriyalar, daha doğrusu bakteriyalar tərəfindən ifraz olunan maddələrin ötürülməsində bu sinirin də, vagus sinirinin də müəyyən rolu var. Və 5-ci təxmin olunan versiyada isə güman olunur ki, bağırsaqlardakı mikrobiom, yəni bu bakteriya aləminin balansının pozulması nəticəsində bədəndəki hipotalamus, hipofiz və böyrəküstü vəzi sistemi, yəni bizim stres sistemimizin aşırı dərəcədə aktivləşməsi və aşırı dərəcədə kortizol ifrazına gətirib çıxarır ki, bu da stres deməkdir. Stresin də müəyyən qədərdən